Həftəlik bürclər su ünsürlərini, balıq, xərçəng, əqrəb bürclərini 24 noyabrdan 1 dekabra doğru nələr gözləyir? Birinci balıqlardan başlasaq, əslində balıqlar bu həftə hər şeyi istədiyiniz kimi həyata keçirə biləcəksiniz. Yəni bu həftə istəkləriniz üzərindən qalibiyyəti, uğuru, düşüncə fikirlərinizin tam aktivləşməsini əldə edə biləcəksiniz. Sadəcə bu həftə biraz yarımçıqlıqlarınız çoxdur. Bacarırsınızsa yaratdığınız yarımçıqlıqlar, bacarırsınızsa belə deyim də, istəyiniz o qədər çox yüksəkdir ki, dünyanı ələ almaq istəyirəm, öz gücümü göstərmək istəyirəm, idarə etmək istəyirəm. Bu çox gözəl istəkdir. Amma bəzi yarımçıqlıqlar var ki, sizin enerjilərinizi aşağı doğru çəkəcək. Sizin tam aktivləşməyinizi, sizin zamanla əlaqədar güclənməyinizi zəiflətmiş bir vəziyyətdə olacaq. Balıq qadınları daha uğurlu bir məqamdasınız. Çünki əlinizi uzatdığınız hər bir evren olaraq sizə doğru aktivləşmiş bir vəziyyətdə olacaq. Şans olaraq, gedişat olaraq özünüzü gücləndirməyə bacaracaqsınız. Sadəcə olaraq həftənin ortalarından cümə axşamından şənbəyə qədər sizin balıqlar elə bir küskünlüyünüz, nəyi necə edəcəyinizi, özünüzü necə aktivləşdirəcəyinizi, hansı sferaya doğru gedəcəyinizi bilməyəcəyiniz bir boşluğunuz olacaq. Və bu həftə belə deyim də, dövlətlə, rəsmiyyətlə əlaqədar nə problemləriniz varsa onların hamısını həll etməyə məsləhət görün. Pis həftə deyil, olumlu bir həftədir. Maddisal sfera baxımından da aktivləşmələriniz olacaq. Bununla, maddiyyatla, işlə əlaqədar bütün planlarınızı tamamlanmağa çalışacaqsınız. Yarımçıqları düzəltdiyiniz bir məqamda. Ayın 27-sindən sonra zaten evren sizi qorumaya alacaq. Yəni sürətinizlə bağlı, sağlamlığınızla bağlı, özünüzlə bağlı istəkləriniz gecikmiş də olsa həyata keçməyi bacaracaq. Ümumi dəyərləndirsək 81%-ə qədər həftəniz uğurludur. Sadəcə mən narahat edirəm, belə deyim, boyun boğaz sistemimizdən yuxarı baş sistemimizlə əlaqədar bəzi sağlamlıqla bağlı narahatçılıqlarımız var. Onların biraz üstünə düşsəz daha yaxşı olar. Xərçənglərə gələndə isə xərçənglər bu həftə ən azad ruhlu bir insan seçsiniz. Heç nə vecimə deyil. Və istədiyimi yüksək səviyyədə əldə edirəm, istədiyimi yüksək səviyyədə həyata keçirməyə çalışıram. Bu həftə sevgi həftəsidir bu xərçənglər. Sevgi ilə, şəxsiyyətlə əlaqədar olaraq özünüzü aktivləşdirin, şans verməyə çalışın, özünüzü tamamlamağa çalışın, hər şeyə doğru yol almağa çalışın. Sadəcə həftənin sonlarına doğru elə bir kimlərsə sizi danışı olaraq, düşüncə olaraq qəfəsə salmağa çalışacaq. Elə bir ki, sizin boşluqda qəfəsdə olmağınız üçün sizə təsir eləyəcək. Amma bu həftənin məncə üçüncü ən şanslılarından bir xərçənglər sizsiniz. Çünki heç nəyə beynimizə təsir etmədən yolunuzu, düşüncələrinizi azad ruhlu şəkildə həyata keçirməyə həftəni günəşlə bitirirsiniz. Həftəni belə deyim də istəklərinizlə aktivləşdirib günəşlə bitirməyə başlayacaqsınız. Bir balaca şəxsiyyətlə fikir verin, elə bir yalan, xəyanətin qoxusunu hiss eləyəcəksiniz. Üzərinə düşsəz zaten hər şeyin idarəsinin gücünü özünüzə doğru aktivləşdirməyə xərçənglə bacaracaqsınız. Saç diblərinizdən əlaqədar olaraq, vitamin çatışmazlığına əlaqədar olaraq, mədəvinizlə əlaqədar olaraq xərçənglə bir balaca problemləriniz aktivləşəcək. Bunları üstünə düşsəz tam belə deyim də həftəni dolğun şəkildə yaşamağı bacaracaqsınız. Əqrəblərə keçdik. Əqrəblərə baxaq nələr gözləyir. Əqrəblər mənim üçün əqrəblərdir. Xərçəngləri biraz düzəltmişik. Tərəzilərdir. Hər zaman narahat olan bir bürclərdir ki, onlar elə bir ki, suyun dərinliyinə, suyun dibinə keçəcək. Əqrəblər bu həftə suyun ünsürü olmağınıza baxmayaraq suda gizlənəcəksiniz. Bu demək ki, yəni gizlənmiş bir vəziyyətdə, kölgə vəziyyətində olacaqsınız. Üzə çıxmağı bacara bilməyəcəksiniz. Hisslərinizi, düşüncələrinizi, özünüzü darıxmağı, depressiya, kimlərisə köks ötürməyə bacaracaqsınız. Sevgi şəxsiyyət sizin o qədər enerjinizi yeyəcək ki, pul olaraq, özünüzü gücləndirmə olaraq, sağlamlıq olaraq aktivləşməyinizi daha da zəiflətmiş bir formaya salacaq. Bacardığınız qədər belə deyim də dost ətrafı ilə, iş ətrafı ilə, kollektiv ətrafı ilə güclənməyə aktivləşdirin. Çünki şəxsiyyətlə əlaqədar istədiyiniz açarı əldə edə bilmədiyiniz təqdirdə enerjiniz, ruhsal enerjiniz də aşağı düşəcək. Lap pis həftə deyil, 68-71 aralığında həftənizi uğurlu edə bilərsiniz. Amma o gizlənməyiniz, daxili təkliyiniz, yoxa çıxmış vəziyyətiniz, içinizdəki şübhələr, narahatçılıqlar, beyninizin susmayacaq bir vəziyyətə əqrəblər sizi parçalamaya doğru apara bilər. Mən də belə olmağınızı istəmirəm və zaman çərçivəsində doğru daxili təklifinizdə, yarımçılıqda, arzu xəyallarınızın boşluğunda, həvəs enerjilərinizin, istək enerjilərinizin bloka düşməsini istəmirəm. Əfsuslar olsun ki, amma belə olacaq.